Balımı 36 baldan 51 bala necə yüksəltdim və hazırlaşarkən hansı səhvlərə yol vermişdim? Təcrübələrimə əsasən bütün bildiklərimi bu videoda sizinlə paylaşacağım. Xoş izləmələr. Herkese salam, mən Samirə, bu mənim YouTube'daki ilk videomdur. Bu videoda 3 Mayda rezidentura imtahanının birinci mərhələsini verəcək olan tələbələr üçün tövsiyələrimi paylaşacağım. Instagramda mənə bununla bağlı verdiyiniz suallara əsasən başlıqlar çıxarmışam və indi o başlıqlara əsasən suallarınızı cavablandıracağım. Suallara keçmədən əvvəl bunu vurğulayım ki, mənim etdiyim səhvi siz etməyin və mayın 3-dəki imtahanı son şans kimi görməyin. Bilin ki, ikinci şansınız da var və əgər mayın 3-ü imtahan uğursuzluqla nəticələnsə, ikinci şans üçün həqiqətən yetərli qədər zamanınız və artıq buna hazırlaşdığınız üçün bazanız olacaq. İndi isə suallara keçirik. İmtahana hazırlaşmağa nə vaxt başladın? Deməli mən keçən il mayda olan imtahan üçün semestrin əvvəlindən başlamışdım fənlərlə tanış olmağa, belə deyim. Yəni aktiv bir hazırlaşma dönəmi deyildi mənim üçün. Və mən başlamışdım, səhv etmirəmsə, rəfiqəmlə patviz oxumağa. Çünki yetərli qədər araşdırmamışdım mən əslində hardan başlamalıyam. Sadəcə özümüzə xoş olan fəndən başlamışdım və hər hansısa bir ciddi planla da getmirdik. Həftədə bir dəfə hansısa mövzulara baxırdıq və s. belə. Yəni çox ciddi bir hazırlaşma dönəmi deyildi ta ki ikinci semestr başlayana qədər. Artıq ikinci semestrdə mən qərarlaşdırdım ki, mən bu imtahanı vermək istəyirəm. Çünki bu imtahanın üstünlüyü ondadır ki, bunun 5 illik qarantiyası var və mən 5 il müddətincə bu imtahan nəticəsində istifadə edə bilirəm. Yəni, mən bura hazırlaşdım, bura hazırlaşmadım, fikrim dəyişdi və ya dəyişmədi. Bu mənim üçün həqiqətən yetərli bir səbəb idi ki, mən 4-cü kursda verim bu imtahanı. Həmçinin mən əmin idim ki, mən universiteti bitirdikdən sonra artıq bu bazı fənlərə həqiqətən elə böyük həvəsim olmayacaq oxumağa. Həqiqətən mənə düzünü desək, bir çoxu çox çətin gəlirdi. Bu cür, yəni əsas olaraq aktiv şəkildə hazırlaşmağa ikinci semestrdən başladım deyə bilərəm. İlk imtahan üçün nələri oxudun? İlk imtahan üçün mən Norfiz və Patviz oxumuşdum. Norfizi full bitirmişdim, testlərini də, özünü də, konspektini də, tapdığım bütün kitabları da oxumuşdum. Patvizdən də ümumi hissəsini tam oxumuşdum. Özümdən əmin idim ümumi hissədə. Xüsusi hissədən isə bəzi mövzulara baxmağa çatdırmışdım. Patan və mikrob isə mən hardasa son bir ayda başladım. Artıq mən gördüm ki, bütün uşaqlar əsasən patan mikrob oxuyur, hətta sadəcə patan mikrob oxuyur. Ona görə mən də başladım oxumağa, amma heç düzgün sistemlə oxumurdum. Çünki onları ikinci plana atmışdım deyə. Bəzi mövzuları sadəcə test işləyirdim. Bu ən böyük səhv idi, buna çox diqqət edin. Bunun haqqında sizə danışacağam. Bəzi mövzuları isə həqiqətən çox dərinliyi ilə öyrənmirdim. Yəni dərinlik deyəndə əlbəttə ki, elə böyük bir dərinlik tələb olunmur rezidentura imtahanı üçün. Sadəcə dediyim kimi, Norfiz və Patvizə ayırdığım fokusu o fənlərə ayırmırdım. Yəni bunu səhv etmişdim. Yəni qısaca desək, Norfiz, Patviz tam oxumuşdum, patan mikrob çox səhv üsullarla və az oxumuşdum. İlk imtahana hazırlaşarkən hansı səhvləri etdin? Mən ilk imtahana hazırlaşarkən bir çox səhv etmişdim. Hansı ki, ikinci imtahana hazırlaşarkən bu səhvləri düzəldərək balımı artıra bildim. Heç deməzdim ki, tam düzəltdim səhvlərimi. Sizlə bu səhvlərimi bölüşüm. İlk növbədə bayaq dediyim məsələyə toxunmaq istəyirəm. Bir çoxu düşünür ki, içi məndə qarışıq, yəni əvvəl elə düşünmüşdüm mən də, mənə belə məsləhət verilmişdi deyə ki, rezidentura imtahanına hətta bəzi fənlərdən sadəcə test işləmək belə kifayət edir, çox rahat bir imtahandır. Keçmək üçün sadəcə bir ay testlərə baxırsan bəs edir, amma bu heç belə deyil. Hətta mən deyərdim ki, rezidentura imtahanı, buranın rezidentura imtahanı vermək üçün 70% nəzəriyyə, 30% test üsulu ilə gedin. Hətta deyərdim ki, 75-in 25-ə də eləyə bilərsiniz. Test üsulu əlbəttə ki, dədə-babadan ən yaxşı üsuldur ki, bir mövzunu mənimsəyək və ya həmin mövzuda artıq bizim analitik düşünmə qabiliyyətimiz olsun ki, hansı faktı harda istifadə edək və s. səbəb-nəticə əlaqəsi quraq.
Amma bu rezidentura imtahanı üçün çox keçərli deyil. Çünki orada düşən suallara uyğun heç bir pulla satılan testlər, sınaqlar və s. oxşarlıq təşkil eləyə bilər müəyyən qədər. Amma deməzdim ki, imtahandakı sualları yazmağa onlar kömək olur. Həqiqətən heç olmur da deyə bilərəm. Bunun yerinə çalışın ki, nəzəriyyəyə daha çox baxın. Yəni düşə biləcək mənbələrə, silabusda yazılan mövzulara nəzəri olaraq tam hazır olun. Bu zaman test istəyir hansı tərəfdən düşsün, onu yaza biləcəksiniz. Amma sadəcə testlə hazırlaşanda, həmin o sizə verilən testlər mövzuya hansı baxışdan baxırsa, sadəcə o baxışına hazır olacaqsınız. Yəni o tərəfdən mövzuya yanaşacaqsınız. Bu zaman da imtahanda həqiqətən çaşdıra bilirsiniz. Hətta öyrəndiyiniz bilgiləri belə çaşdıra bilirsiniz. Yəni buna görə ilk səhvim patfiz və morfizdən yox, onların nəzəriyyəsini çox yaxşı öyrənmişdim. Amma mikrob və patandan nəzəriyyə zəifliyim idi. İkincisi, yenə mikrob və patandan nəzəriyyə zəifliyi deyil də, direkt mikrob və patana olan bir növ allergiyam idi. Mən mikrobu heç sevmirdim və bütün uşaqlar mikrob əzbərləyərkən, hansı ki bu kifayət qədər rezidentura imtahanında sizə bal verir, bütün uşaqlar onu əzbərləyərkən mən mikrob oxumurdum, oxumaq istəmirdim və düşünürdüm ki, oxumadan keçəcəm və çox məmnun olacağım qərarımdan. İkinci imtahanda isə ən əsas bu səhvimi düzəltdim. Oturdum, sevməyə-sevməyə də olsa mikrobu, patanı oxudum. Yəni deməyim odur ki, sizə hətta heç bir fən oxumursunuzsa belə mikrob və patanı mütləq şəkildə oxuyun. Üçüncü səhvim çox stres, yəni o qədər stres çəkməyinizə dəyəcək bir imtahan deyil. Silabusdakı mövzuları ağıllı bir şəkildə bölüb 41 bal alacağınız bir planla həqiqətən də rahat bir şəkildə öyrənib o imtahanı keçə bilərsiniz. Stres burada ən böyük düşməndir deyə düşünürəm. İkinci imtahan üçün yeni günlük planı necə idi? Deməli, mən birinci imtahandan kəsiləndə, öyrənəndə ki, 36 balla kəsilmişəm mən. Həqiqətən çox məyus oldum, çünki morfizi həqiqətən çox yaxşı yazmışdım. Səhv etmirəmsə, 2 səhvim var idi morfizlə. Patfiz isə oxuduğum qədər mənə bal vermədi, çünki ümumi hissədən az düşmüşdüm. Düşənlər yəni elə yerlərdən idi ki, biraz bilmirəm, bəlkə mənə elə gəlir, amma yəni gözdən qaça biləcək yerlər idi də, yəni mövzunun tam məqsədini ifadə edən suallar deyildi. Ona görə ilk növbədə çox məyus olmuşdum balımı görəndə, kəsildiyimi biləndə. Ondan sonra fikir verdim ki, məsələn, mikrobdur, patandır, mən bunları digər uşaqlardan, qrup yoldaşlarımdan xeyli zəif yazmışam və düşündüm ki, mən bunların üstündə işləsəm, hətta yaxşı balla bu imtahanı keçə bilərəm. Çünki mən artıq morfizi həqiqətən onda 10-luq həll eləmişdim. Patfizi də əslində fikrimcə bir 6-da 10-luq həll eləmişdim, amma eyni cavabı mənə verməmişdi imtahanda. Neysə, ondan sonra qrupdan imtahanı keçə bilməyən başqa bir rəfiqəmlə oturduq hazırlaşmağa. Günlük planım necə idi? Bu dəfə məkan dəyişikliyi elədim. Ümumiyyətlə buna çox inanıram. Bir şeydən kəsiləndə o imtahana hazırlaşdığım yeri də dəyişməliyəm ki, yeni bir enerji yüklənsin. Ona görə artıq Tibb Universitetinin oxu zalında deyil və evdə deyil, daha çox evdə hazırlaşmışdım birinci imtahana. İkinci imtahana artıq Axundovda hazırlaşdım. Axundov kitabxanasına gedirdik hər gün. Özümə söz vermişdim ki, heç nəyi sorğulamayacağam və gedib sadəcə hər gün mikrob və patandan qurduğumuz plana əməl edəcəm. Təbii ki, mikroba hazırlaşmaq yenə mənim üçün çox çətin idi. Çünki heç istəmirdim, yəni motivasiyam heç yox idi mikrob oxumağa. Bunu da Nurəli Qasımlı ilə həll etdik. Nurəli doktor həqiqətən çox yaxşı mikrob fənnini, mikrobiologiya fənnini tədris edir. Xüsusilə də rezidentura hazırlığı üçün. Və Nurəli doktorundan olan bir situasiyanı sizlə paylaşmaq istəyirəm. Deməli, mən Nurəli Qasımlının adını rezidenturaya hazırlaşan uşaqlardan tez-tez eşidirdim. Sürətli təkrar dərslər olsun, testlər olsun, konspekt olsun və s. Ondan sonra mən qərar verdim ki, yox, mən bu mikrobu tək oxuya bilməyəcəm. Ümumiyyətlə, məndə motivasiya sıfır idi mikrob oxumağa. Qərar verdim ki, Nurəli doktorun dərs qrupları varsa ona yazdım. Ondan sonra Nurəli doktora yazdım mən. Hətta bundan sonra fərqinə vardım ki,
bizim uşaqların oxuduğu konspekt, o çəhrayı üzlü konspekt bu doktorun yazdığı konspektdir. Ondan sonra mən doktora yazdım ki, bəs mən sizin qruplarınıza qoşulmaq istəyirəm ikinci imtahan üçün hazırlaşmağa, ikinci şans üçün. Doktor dedi ki, qruplarım doludur, təəssüf ki, mümkün deyil. Onsuz da mənə onun hazırlığına gedən bir rəfiqəm demişdi bunu ki, doludur qrupları, inanmıram ki, yer olsun. Ondan sonra baxdım mesaja, dedim ki, yox da, yəni mən başqa cür oxuya bilməyəcəm mikrobu. Sonra bir də yazdım ki, doktor, bəs mən mikrobla aram çox pisdir və sadəcə mikrobdan mənə bal qaldırmaq lazımdır keçmək üçün. Necə eləyə bilərik və s. Ondan sonra çox sağ olsun doktor, heç bir təmənnasız mənə sadəcə günlərin vaxtını atdı ki, bu vaxt dərslərinizə qoşula bilərsiniz. Soruşdum ki, ödəniş nə qədərdir və doktor dedi ki, heç bir ödənişə ehtiyac yoxdur. Yəni həqiqətən çox kral bir hərəkətdir. Təşəkkür edirəm buradan bir daha. Daha sonra isə patan üçün mənə Lamia doktoru tövsiyə eləmişdilər. Yəni Lamia doktorun həqiqətən çox tərifə layiqdir sürətli təkrar dərsləri. Çox həqiqətən 2-3 saatlıq dərsin içində belə müəllimə bütün lazımlı şeyləri, lazımlı qeydləri, bilirsiniz ki, patanda əzbərlənilməsi, yadda saxlanılması çətin olan bəzi şeylər var. Yəni sadəcə başa düşməkdən ibarət deyil. Məsələn, bu distrofiya hansılarda var. Bunları çox vaxt baş hərflər olsun, kodlar olsun və s. insan bilmir nə tapsın yadda saxlamaq üçün. Bunun rahat yollarını Lamia doktorundan çox rahat bir şəkildə öyrənə bilərsiniz. Lamia Qurbanova ilə. Hər iki doktorun sürətli təkrar dərsləri, dərs qrupları və s. mövcuddur və hər ikisi ilə də əlaqə saxlamaq üçün mənim Instagram səhifəmdən mənlə əlaqə saxlaya bilərsiniz. Hansı kitabları və testləri tövsiyə edərdin? Gəldik əsas məsələyə, mənbələr. Deməli, hər fənə uyğun əsas mənbələri və testləri sizə tövsiyə edəcəm. Birinci, Norfiz. Norfizdən əsasən Zemfira xanımın konspekti olmazsa olmaz. Bir də Norfiz elə fəndir ki, mütləq hər bir dərsin, hər bir mövzunun izahlarına, sizə rahat gələn Norfiz öyrənmək istəyəcəyiniz və sizə rahat gələn istənilən mənbədən izahlarına mütləq baxın. Ən sonda isə Norfizin kafedra testindən bütün mövzuları mütləq işləyin. Norfizin kafedra testi imtahanda düşən suallarla deməzdim ki, birə-birdir, onsuz da birə-bir olan heç bir mənbə yoxdur. Suallar tamamilə yeni olur. Amma oxşarlıq təşkil edir. Yəni ən azından mövzunu tam olaraq qavraya bilirsiniz. Və bu testlərdən istifadə edərək əslində bəzi sualları hətta yazmaq da olur deyə bilərəm. Yəni ki, bunu niyə vurğulayıram? Çünki bəzi test kitabları var ki, onlar imtahana düşən suallardan birebirlik təşkil etməkdən əlavə oxşarlıq da təşkil etmir. O test kitabları ilə vaxt itirməyiniz heç tövsiyə olunur. Amma Norfizin kafedra testi Norfiz fənni üçün idealdır. İkinci patviz. Patvizdən mütləq Dimin patviz kitabını oxumalısınız. Yəni başqa bir variant yoxdur. Patviz konspektdən oxunacaq bir fən deyil. Oxusaz belə vaxt itkisidir. Ona görə patvizin konspektini əlavə bir material kimi istəyirsiniz saxlayın, amma mütləq Dimin kitabından ümumi və xüsusi patvizi oxumalı və qavramalısınız. Bundan əlavə patvizin kafedra testi, məsələn, Norfiz qədər önəmlidir deyə bilmərəm, amma hardasa Norfiz kafedra testi nə qədər önəmlidirsə, %60-ı qədər patviz kafedra testi də okeydir, yəni istifadə edə bilərsiniz. Bir də patvizə aid başqa testlər də çoxdur. Amma deyərdim ki, patvizdən də test işləmək o qədər də önəmli deyil, çünki həqiqətən düşündürücü suallar da düşür və ya o testlərdə qarşınıza çıxmayan bir çox şey düşür imtahana. Ona görə nəzəriyyəyə daha çox fikir verməyiniz daha tövsiyə olunandır. Bir də patvizdən də birinci müəllim adı eşitmişəm, yəni güvəndiyim hazırlaşan uşaqlardan. İstəsəniz o müəllimlərin də adını sizlə paylaşa bilərəm. Amma nə sürətli təkrar dərslərində olmamışam, nə Telegram qruplarında olmamışam, yəni şəxsi təcrübəm yoxdur müəllimlərlə. Üçüncü mikrob. Mikrobdan çəhrayı üzlü Nurəli doktorun konspekti və səhv etmirəmsə Elvin doktoru idi. Bir də Elvin doktorun konspekti. Bu arada onların da tanış olduğunu sonradan öyrənmişdim. Elə ona görə də kitablar həqiqətən vəhdət təşkil edir və bir-birləri ilə Türklər demiş çelişmirlər. Ona görə Nurəli doktorun konspektindən mövzunu oxuyursunuz, çünki daha geniş yazılıb. Elvin doktorun konspektindən isə əzbərləri eləyib bir-birinizə sual-cavab edirsiniz.
Bir də səhv etmirəmsə Elvin Doktor konspektini yeniləyib və daha geniş eləyib. Bilmirəm, istəsəniz sırf Elvin Doktorun yeni konspektini də sadəcə onu da oxuya bilərsiniz. Mikrobdan yenə kafedra testləri işlənilməlidir. Bundan əlavə heç bir testə ehtiyac yoxdur. Əgər ikisindən birini seçməlisinizsə, yenə də nəzəriyyəniz üçün və dediyim 2 konspekti bitirsəniz və önəmli olan şeyləri, məsələn, bu bakteriyadır, bu bakteriyaya aid şeylərdir, morfologiyasında olsun, biokimyasında olsun, patologiyasında olsun, hansısa önəmli və fərqli nüanslar var, sınaqlar var və s. Bunların spesifik adlarını mütləq öyrənin, bir-birinizə sual cavab edib bəlkə də yəni dediyim kimi mikrobda bu 2 konspekti tam bitirməyiniz kifayət edir ki, yüksək nəticə əldə edəsiniz. Mən mikrobdan səhv etmirəmsə 3 ya da 2 səhvim olmuşdu. Dəqiq xatırlamıram, ya 2 ya da 3 səhvim olmuşdu. Hansı ki, mən sadəcə 25 gün hazırlaşmışdım Nurəli doktorun qurduğu planla. 4-cü patan. Patandan Hüseyn dayı hamınız tanıyırsınız. Xerox yerindən patanın ən məşhur konspekti var. Onu alırsınız, çərçivələrin içində yazılan. Və o konspekti başa düşərək, bəzi yerlərdə anlamadığınız şeydə Dimin Patan kitabına istinad edərək o konspekti çürüdürsünüz. Dimin Patan kitabını full oxumağa məncə ehtiyac yoxdur. Hələ ki az vaxtınız varsa, heç ehtiyac yoxdur. Amma stomatologiya tələbələri xüsusilə sondakı Dim kitabının sonundaydı, səhv etmirəmsə, sırf stomatologiyaya aid olan hissəsinə mütləq baxsın, çünki bir sual düşür oradan. Yaxşıdır, yəni elə çətin bir bölmə deyil və xüsusi yenə spesifik şeylərə fikir versəniz, özünüzə aid olan sualı yaza bilərsiniz. Bu da əlavə bir baldır, hansı ki bu imtahanda bilirsiniz ki, bir bal çox həll edici bir baldır. Bundan əlavə dediyim kimi həmin konspekti sadəcə oxuyursunuz, full oxuyursunuz və bu dəfə patanın kafedra testi deyil, patanın A cavablı testini işləyirsiniz. Çünki o daha çox oxşarlıq və uyğunluq təşkil edəcək oxuduqlarınızla. Patandan bu qədər, əlavə bir mənbəyə ehtiyac yoxdur. Və son olaraq biokimya. Mən çox baxmamışdım biokimyaya. Rəfiqəmlə son 1-2 gün göz gəzdirmişdim. Sadəcə baxdığım mövzuları sizə deyim. Karbohidratlara baxmışdıq, zulallara baxmışdıq, vitaminlərə baxmışdıq. Bu qədər. Məncə bu üçünə baxmışdıq və hardasa 6 düzüm, 5-6 düzüm çıxmışdı biokdan. Biokdan isə biokimyadan mənbə olaraq biokimyanın bir konspekti var. Yenə Hüseyn dayıdan soruşsanız, Xerox yerindən elə o konspekti sizə tövsiyə edəcək. Ən məşhur konspekti deyin. Əgər əmin deyilsinizsə də yenə Instagram səhifəsindən məndən soruşa bilərsiniz. Üz qapağını sizlə bölüşə bilərəm. Rezidentura imtahanında ən çox nə tip suallar düşür? Deməli, burada yenə fənlərə əsasən gedək. Mikrobdan elə də çətin düşmürdü. Sadəcə nisbətən düşündürücü suallar var idi. Yəni dostumla sual-cavab edəndə bir-birimizə verdiyimiz suallar qədər deyildi. Nisbətən bir tık daha çətin idi. Amma məsələn patfiz kimi və ya morfizdəki bəzi suallar kimi yəni heç fikir vermədiyiniz yerdən düşməyəcək. Dediyim kimi o 2 konspekti yaxşı mənimsəyib oxusaz, əzbərləsəz əzbərlənməli yerləri çox rahat bir şəkildə imtahanda o suallardan baş çıxara bilərsiniz. Hətta fullləyə bilərsiniz yəni mikrobu. Yəni hazırlaşdığım fənlər içərisində sual çətinliyinə görə orta ilə çətin arasındaydı. Patan elə bir şeydir ki, həqiqətən çox netdir. O cəhətdən çox sevmişdim o fənni dərindən hazırlaşandan sonra. Nə oxumusunuz, o da düşür və patanı fulləmişdim, yəni hamısını yazmışdım patandan. Yəni rahat bir şəkildə, əgər o konspekti tam yaxşı mənimsəmisinizsə, mövzulardan hər birindən keçdikcə əvvəlkinə baxırsınızsa, təkrarlayırsınızsa, əlaqələri qurursunuzsa, yəni rahat bir şəkildə bütün sualları yazmaq olur. Norfiz çətin düşürdü. Yəni orta deməyim, yəni ağıra daha yaxın idi mənim üçün norfiz. Mən yəni norfizə həqiqətən 2-3 ay bəlkə sərf etmişdim oxumağa. Ona rəğmən 3 səhvim çıxmışdı.
Norfizdən. Yəni düşündürücü suallar idi Norfizdən. Sadəcə imtahanda özünüzü itirməyib çalışın ki, təkcə oxuduqlarınız yox, həm də məntiqi yanaşasınız. Norfiz biraz məntiq istəyirdi. Patiz isə bunların içində sual baxımından mənə görə ən çətini idi. Yəni nə cəhətdən çətin? Siz A oxuyursunuzsa Z düşür sanki, Z oxuyursunuzsa B düşür. Yəni biraz belə bir fəndir. Bəlkə də mənə elə gəlib, yəni bu mənim şəxsi düşüncələrimdir. Çətinliyinə görə sıralasaq, ən çox Patviz çətin düşmüşdü mənə görə. Sonra Norfiz, sonra Mikrob, sonra Patan. Biyok isə, yəni bütün mövzulara baxmamışdım deyə. Mənə düşən mövzular çox rahat suallar idi və mən düşünürəm ki, Biyoku əgər hamısını oxusaq, əgər sevdiyiniz bir fəndirsə, oxuya bilirsinizsə, hazırlığa yazılacaqsınızsa, Biyokun sualları məncə çox rahat düşür. Həqiqətən sadəcə net bir şəkildə bilməlisən. Bu nəyə aiddir, bu nəyə aiddir və s. Bu qədər. Son olaraq, hazırlıq boyunca dərs oxuma rutinin necə idi? Ümumi dərs rutinim, deməli, gündəlik 5-6 saat oxuyurdum nə vaxt? Birinci imtahandan kəsiləndən sonra bir həftə depression keçəndən sonra artıq ikinci imtahana hardasa 25 gün ərzində 25 gün, 28 gün nəsə də bu civarda hər gün 5-6 saat sərf edirdim oxumağa. Yəni dediyim kimi Axundov kitabxanasında rəfiqəmlə oxuyurdum. Birinci gəlirdik, günlük qoyduğumuz planı mütləq yerinə yetirirdik. Ən əsas qoyduğumuz şeyləri bəzən təbii ki, əlavə qalırdı, bəzi şeylərə heç baxa bilmirdik, amma ən əsas prioritetlər qoyurduq özümüzə ki, bu mütləq bitməlidir, bu bitsə yaxşı olar. Ən əsas çatan kimi enerji ilə bitirirdik onu. Daha sonra vaxtımız qaldıqca sual-cavab edirdik. Əsasən də mikrob sual-cavabı çox sevir. Mütləq sual-cavab eləyən hansısa dostumuz var. Bundan başqa sonra mən Patan oxuyurdum axşam və oxuyarkən də məncə hamının özünün dərs oxuma ritualı var. Mən də kəşf eləmişdim ki, bu həqiqətən yeriməkdir. Onsuz da hiperaktiv biriyəm deyə sanki yeriyərək Patan daha yaxşı yadımda qalırdı. Gündəlik artıq həmin dönəmdə 20-25 min addım atırdım. Axundovun həyətindəki parkda yeriyə o Patan konspektini təkrar oxuyurdum. Başa düşmədiyim şeyləri dediyim kimi dim kitabından baxırdım. Mənasına özümün tutduğum konspekt var idi, orada qeydlərimi aparırdım. Patan və Norfizdən tutduğum konspektlər həqiqətən çox işə yararlıdır deyə düşünürəm. Əgər istifadə etmək istəyən olsa, yararlanmaq istəyən olsa, yenə deyirəm, Instagram hesabından mənimlə əlaqə saxlaya bilərlər. Suallar bitdi. Suallar bitdisə, Laləyə təşəkkür edirəm suallar verdiyi üçün. Bundan əlavə də sizə bol-bol uğurlar arzu edirəm. Bilirsiniz ki, bu imtahan ildə 2 dəfə olur. Əgər son kurs deyilsinizsə, gələn ildə bunun üçün şansınız var. Hətta məzunsunuzsa yenə hər il 2 şansınız var. Ona görə də stresi özünüzdən uzaq saxlayın. Çünki mənim birinci imtahanda həqiqətən çox stres yaşamışdım. Ona görə bu da mənə çox təsir eləmişdi hazırlaşmaq boyunca. Belə, yəni dediyim kimi bu dəqiqə belə hazırlaşmağa başlasanız, yetərli qədər vaxtınız var ki, 41 bal toplayıb keçəsiniz. Özünüzə yaxşı baxın, sağ olun.